Məsələ 3. Hörümçəyin 8, böceğin isə 6 ayağı var. Zöhrab bir qutuya hörümçəkləri və böcəkləri yığdı. Onların sayı 8'dir. Qutuda ayaqların sayı 54 olarsa, neçə hörümçək və böcək var? Həll et. Deməli, hörümçəyin 8, böceğin isə 6 ayağı var. Onda tutaq ki, hörümçəklərin sayı x-dir. Hörümçəklər x saydadır. X. Onda böcəklər olacaq, məsələnin şərtinə görə, böcəklər olacaq, onların sayı 8 olduğundan 8 çıxaq x. Və bir hörümçəyin 8 ayağı, 6 ayağı varsa, hörümçəyin 8, böceğin 6 ayağı varsa, onda x hörümçəyin 8x ayağı olar. Böceğin isə 8 minus x vuraq 6 ayağı var. Və bunlar birlikdə 54'dür. Bir məchullu tənliyi alırıq, kişinin cəmi 8x hörümçəklərin ayaqlarının sayı ilə böcəklərin ayaqlarının sayı bərabərdir 54 alırıq məsələnin şərtinə görə. Və buradan tənliyi həll edirik 8x çıxaq üstə gəl 48 çıxaq 6x bərabərdir 54 alırıq. 8x çıxaq 6x aldıq ki 2x-ə bərabərdir və 54 çıxaq 48 alırıq. 54 çıxaq 48'ə bərabərdir. Buradan alıram 2x bərabərdir 6'ya x bərabərdir 3. Deməli biz aldıq ki, hörümçəyin sayı 3'ə bərabərdir, hörümçək. Cəmi onların sayı 8 olduğundan 8 çıxaq x bərabərdir 8 çıxaq 3. Bu da bərabərdir 5. Deməli 5 ilə böcək olur. Beləliklə qutuda 3 hörümçək və 5 böcək var.